Milli Onkologiya Mərkəzində partlayış törədilib, nəticədə bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb. Bu barədə Baş Prokurorluq məlumat yayıb. Məlumatda bildirilir ki, aprelin 30-da saat 14 radələrində Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində partlayışın baş verməsinə dair Yasamal rayon prokurorluğuna məlumat daxil olub. Məlumata görə ilkin araşdırmalarla onkoloji xəstə kimi qeydiyyatda olan 1988-ci il təvəllüdlü Əliyev Mübariz Sahiboğlunun qanunsuz olaraq əldə edib saxlayaraq gəzdirdiyi partlayıcı vasitəni qeyd olunan müalicə müəssisəsinin radiologiya şöbəsində partlatması nəticəsində həkim Nəsirov Asif Akifoğlunu ümumi təhlükəli üsulla qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Baş vermiş partlayış nəticəsində Mübariz Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Ağır bədən xəsarətləri alan Asif Nəsirovun isə hazırda vəziyyəti ağırdır. Müalicəsi xəstəxanada davam etdirilir. Aidiyyəti hüquq mühafizə orqanlarının əməkdaşlarından ibarət İstintaq Əməliyyat Qrupu tərəfindən tibb sahəsində ekspertin iştirakı ilə isti izlər əsasında hadisə yerinə baxış keçirilib, cinayətin izlərini əks etdirən maddi sübutlar müvafiq qaydada götürülüb, meyitin daxili və xarici müayinəsinin aparılması üçün məhkəmə tibbi ekspertizası təyin olunub. Habelə digər zəruri prosesual hərəkətlər icra olunub. Fakt üzrə cinayət prosesual qanunvericiliyinə uyğun olaraq dərhal Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29-120.2.4, yəni ümumi təhlükəli üsulla adam öldürmə və 228.1-ci, yəni qanunsuz olaraq partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə maddələri ilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etməklə hadisənin baş vermə şəraiti və səbəbləri, partlayıcı maddənin əldə edilmə mənbəyi və digər sübut edilməli olan halların müəyyənləşdirilməsi istiqamətində aidiyyəti hüquq mühafizə orqanları ilə birgə zəruri istintaq və əməliyyat axtarış tədbirləri həyata keçirilir deyə Baş Prokurorluğun yaydığı məlumatda bildirilir.